Salam. Bu dəfə Şəhriyar bizim üçün tostoran düzəldib. Mən tullantı materiallarından bir tostoran düzəltmişəm. Bir dəmir konserva qutusunun arxasına yığmışam. Orası dəmir olduğu üçün onu kəsmişəm və pərvanə düzəltmişəm. Pərvanəni göstərək, qəşəng görsünlər. İçəridə bir pərvanə var, baxın. Aha. Sonra pərvanəni elektrik mühərrikinə bağlamışam. Elektrik mühərrikindən naqillər bir tərəf açaraq, digər tərəf isə elektrik mənbəyinə birləşir. Elektrik sonra açarı açdıqda o pərfırlanır. İşlət bir dən baxaq. Bu necə oldu ki, cisimləri soğurdu? O pərvanə fırlandıqca hava axını yaranır içəridə. Hava axını arxasından deşiklər vasitəsilə çölə çıxır. İçəridə seyrək hava yaranır. İçəridəki təzyiq atmosfer təzyiqindən az olduğu üçün o da o salfetkaları içəriyə doğru itələyir. Aferin sənə. Ətraf aləmin mühafizəsi üçün təkrar emal sayılır bu. Tullantı materiallarından, baxın, konserva qapağından hazırlanmış pərvanə var. Çox butulkasından hazırlanmış tostorandır və ön hissəsi maraqlı formada açılıb yığılır. Aferin. Sağ ol. Süper.